Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Ümidvaram hər biriniz yaxşısınız. Biz sonuncu video izahda sizinlə Python proqramlaşdırma dilində sətirlər və onlar üzərində əməllər, siyahılar və onlar üzərində əməllər, funksiya bölməsindən 50-yə qədər sualların izahını paylaşmışdıq. Bugünkü video izahda isə növbəti sualların izahını vermək istəyirəm. Başlayaq 51-ci sual nümunəsi ilə. Elementləri natural ədədlərdən ibarət olan ixtiyari A siyahısı üçün Python dilində yazılmış proqramın təyinatı nədir? Deməli, burada isə boş siyahı mənimsədilibdir. Şərtdə nə soruşur? İkiyə böləndə qalığımız sıfırdan fərqli olmalı. Deməli, bu tək ədəd olmalıdır. Və eyni zamanda həmin o ədədimiz 23-dən böyük olmalıdır. Yəni, biz özümüzdən bir A siyahısı yaratsaq, A bərabərdir 2, 37, 32, belə. Düzdür, bu siyahı böyük də ola bilər. E, və 2 ilə müraciət edəsək, çünki birbaşa müraciətdir, bu şərt ödənməz. Çünki 2 cüt ədəddir. 30 da düzdür, 30 23-dən böyükdür, amma cüt ədəddir deyə şərt ödənmir. 7 özü tək ədəddir. 7 ilə müraciət edəndə bu şərt ödənir, amma 23-dən böyük deyil. E, və 32 bir dənə mən bura 35 yazım. Aha. 32 yenə də cüt ədəddir və 23-dən böyük deyil. İndi 35-ə daxil edəsək, 35 özü tək ədəddir. Çünki 35-i biz 2-yə böləndə qalığımız 1-ə bərabərdir və eyni zamanda 23-dən böyükdür. Mən indi həmin o boş siyahıya 35-i əlavə etdim. İndi bu proqram nə iş gördü? A siyahısında olan tək ədədi və eyni zamanda 23-dən böyük olan ədədi S siyahısına əlavə etdi. İndi mən burada məsələn siyahım kiçikdir də, bu siyahı böyük də ola bilər. Sadəcə olaraq izah üçün mən bu siyahını özüm yazdım. Bu böyük bir siyahı da verilə bilər. Təkcə burada bir dənə 35-dən getməz. Məsələn, burada 71 verər, 47 verər. İndi baxsaq variantlara. A siyahısında olan cüt və 23-dən böyük ədədləri cüt sözün gördüksə biz onu çıxırıq cavablardan. A siyahısında olan tək və 23-dən böyük ədədləri S siyahısına əlavə edir. Bəli, cavabımız C variantı. Sadəcə A-dan özümüz bir siyahı yaratmalıyıq, sonra proqramı belə deyək də işlətməliyik. Əslində A siyahısı yaratmadan da, yəni onu biz görə bilirik. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, B siyahımız var və şərtdə bizdən nə soruşur? B-i bərabərdirsə max ədədə, o zaman həmin ədədi minimum ilə əvəz elə. Deyək ki, bizdə B siyahısında ümumiyyətlə bu indi verilmiş bu nümunə əsasən, yəni bunun izahını deyirəm. Nə qədər ki, həmin element böyükdürsə, həmin ədədi minimum ilə əvəz eləyəcəyik. Bərabərdir. Baxın, bu iki dənə bərabərlik, yəni mənə sual verir ki, sənin B0-ın həmin siyahının maksimum ədədidirmi? Gedib baxıram, mənim B0-ım 10-dur. Nəzər yetirirəm siyahıya, görürəm ki, ən böyük ədədim 10-dur və həmin o B0-ı minimum ilə əvəz edəcəm. Siyahımın da minimum elementi nədir? 3-dür. Olacaq 3. İndi sonra gedəcəm i-nin bir qiymətində 4 böyük deyil, axı maksimum deyil. Ona görə də o sabit qalır. 10 maks ədəd olacaq siyahının və yeniləyəcəm onu kiçiklə. Olacaq 3. 6 hələ ki ən böyük deyil. Çünki baxıram ki 10 var burada. 6 olduğu kimi qalır, 3 olduğu kimi qalır. 10 ən böyükdür. Minimum ilə əvəz edəcəm 3. Baxın, siyahımda indi ən böyük qiymətim nədir? 6-dır. Və 6 böyükdürmü siyahının ən böyük elementinə? Bəli, o zaman deyir ki, onu ən kiçik elementlə əvəz elə, bu da 3-dür. Olur 3, 4, 3, 6, 3, 3. Cavabımız D variantı edir. 53. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deməli, bir siyahımız var.
Mən diqqət edirəm ki, i burada 4 dövr işləyəcəkdir, amma printin daxilində 1 ilə A1 ilə A4-ün cəmin soruşur. Yerdə qalan 2 ilə 3-cü dövr mənə belə deyək də maraqlı deyil. Çünki mən A1-ci elementdən A4-cü elementin cəmini tapmalıyam. Düzdürmü? Mənim nömrələyim 0, 1, 2, 3, 4, 5. Əla. A1-ci elementim 2-dir. İndi gedib burada i-nin qiyməti 1-dir. 1-i vuracam nəyə? 2-yə. Çünki bir vahid artırıram və bölürəm A1-ə. Deməli, mənim A1-im nə olur? A1-im olur 1.0. Niyə 1.0? Çünki tam ədədə böləndə float olur. Əla. A4-ü tapmalıyıq. Tapaq. A4 bərabərdir. 4'ü vururam 5'ə, eləyir 20. 20'ni bölürəm A4-cü elementimə, ona olur 2.0. Və bunların cəmi də 3.0 etmiş olur. Cavabımız D variantı. Rahat bir sual nümunəsidir. 54. Klaviaturadan 6 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. 6-nı əlavə etsək, tam olacaqdır. Cmx, yəni bura 6 qoysaq, baxıram ki, məndə bax bu hissə nə iş görür? Yadımızda qalsın, bu hissə faktorialın tapılmasıdır. Yəni baxın, i-nin bir qiyməti ilə ta ki mən 6-dan böyük olana kimi də, yəni mən i-nin 6 kiçik bərabərdir 6 qiyməti ilə dövrü işlədəcəm, 7 ilə dövrə daxil ola bilməyəcəm. Və S bərabərdir. S-i vuracam i-nin birinci qiymətinə. 1-i vururam 1-ə olur 1. Düzdürmü? I-ni bir vahid artıram, i olur 2. 2 kiçik bərabərdir 6-dan. S bərabərdir. S-i vur i-yə. 1-i vururam 2-yə. İni bir vahid artıram 3. Şərt ödənir. Vururam 3-ə. Vururam 4-ə. Vururam 5-ə və vururam eyni zamanda 6-ya. Nəyə görəm? Yenə deyirəm, kiçik bərabərdir x-dan qoyub. Əgər kiçikdir x olsaydı 5-ə kimi davam edərdim. Çünki 6 artıq şərti ödəməzdi. Bu isə mənə verir 6 faktoriyalı. Bizim də 6 faktoriyalımız 720 edir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-ya elektronika sözü mənimsədilib, C-yə AT, S boş sətirdir. Deməli, birbaşa müraciətimiz var. Görək şərtdə nə soruşur? Aha, deyir find i bərabərdirsə -1-ə, o zaman s-in üstünə i-ni gəl. Birbaşa müraciətdir. i gedəcək A sətrindən bu hərflərə bir-bir müraciət eləyəcək. Amma şərtimdə deyir ki, sənin axtardığın element C sətrində olmasa, yəni -1 o zaman bizə belə deyək də, bu şərt o zaman ödənilər ki, axtardığımız simvol C sətrində olmasın. -1 olmayanda axtardığımız simvolu bu sətirdə axtaranda olmursa, yoxdursa, o bizə -1-i qaytaracaqdır. İndi A, T, E hərflərin istisna olmaqla yerdə qalanların biz belə deyək də cəmini tapmalıyıq. Sətir tipi də toplanımda onlar birləşir. Proqramın təyinatı bu idi. C sətrində olmayan elementlərin cəmini tap. İndi nə var burada? E var, T var, A var. Yerdə qalan hərflər nə qalacaqdır? Olacaqdır el, sonra K, R, O, N, I, K. Belə. Bizə cavabımız olacaq. Təbii ki, print bunlar yox eləyəcək dırnaqları. Cavabımız B variantı. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Gəlin biz bunu geniş baxaq. Görək nə istəyir bizdən. Səliqəli olsun. Deməli, A sətrimiz var. Biz onu listə çevirək. A bərabərdir. Olacaqdır 5, 0, A, B, sonra 0, 5, 1, 5, bu da oldu 0. Bu bizim listimizdir. İndi
Mən də baxıram ki, şərtdə nə? Deyək ki, sənin i də buradan saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni ki, i də 0-dan 8-ə kimi dövr edəcəkdir. İndi mənə deyir ki, sənin A sıfırın 5-dirsə, onu sıfırla əvəz elə. Şərt ödənmirsə, sıfırı 5 ilə əvəz elə. Bu da ödənmirsə, həmin o elementi boş sətirlə əvəz elə. Yəni demək istəyir ki, bu proqram sıfırlar 5-lərlə, 5, yəni daha doğrusu 5-lər sıfırlarla, sıfırlar 5-lərlə, yerdə qalan digər simvolları isə siyahıdan sil. Yəni lakonik olaraq bunu deyir proqram bizə. İndi bunu mən sıfırla əvəz edəcəm. 0, 5. Bu olacaqdır boş sətir. Bu olacaqdır boş sətir. Boş sətir deyib 0 yazırıq. Deməli, belə. İndi baxın, burada mən nə gördüm? 0-dır. 0-ı 5 ilə əvəz edəcəm. 5-i 0 ilə əvəz edəcəm. İndi mənim həmin bu qiymət 5-ə bərabər deyil, 0-a da bərabər deyil və elsə düşürəm, o biri mən boş sətirlə əvəz elədim. 5 yenə də 0-la əvəz edirik, 0-ı 5 ilə əvəz etmiş oluruq. Bu bizim olur yeni siyahımız. Əla. Və join gördüm. Join deyir ki, get boş belə deyək də, sətirdən həmin o siyahını birləşdir. Join siyahını sətrə çevirən metoddur. Bizdə olacaq nə? 0, 5, 5, 0, 5. Mənə deyir ki, baxın, boş sətirdən. Ona görə də biz bunu birləşdirdik. Bu haqda keçən videoda danışmışdım detallı. Və oldu nə? 0, 5, 5, 0, 5 sətri. Və print biz onu nə edirik? Sapa veririk. Olur tam tipdə çıxacaqdır. Cavabımız A variantı. 57. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, bir siyahımız var. Şərtdə nə soruşur? While dövrüdür. Eyni zamanda if şərti var. Deməli, biz burada K-ları tapmalıyıq. K-da bizə 8-dən böyüklərin sayını istəyir. Çox rahat 10-dur, 9-dur, 11-dir, 15-dir. 4 dənə qiymətimiz var. Elə cavabımız 4 olur. B variantı. 58. Deməli, nam siyahısı var. M bir ədəd almalıdır. Görək hansı ədəd alır? 3-ü vuracam həmin siyahının minimum qiymətindən. Baxıram həmin siyahının minimum qiyməti 2-dir. Bu edir 6 plus. 2-ni vuracam max ədədə. Max-da baxıram 190-dır. 2-ni də 190-a vuranda edir 380. Bunları da cəmi edir 386. Əla. M-imizin qiymətini aldıq. Və burada M-imiz şərt ödənənə kimi, yəni belə deyək də qiymətlər alacaqdır və K. Yəni belə deyək də, əslində mən bunu uzun getmərəm. Əslində uzun versiyasını yazacağam. Verilmiş ədədin, burada rəqəmlərinin 2 mislinin cəmini istəyir. Yəni lakonik olaraq heç bunu addım-addım yazmayaram. Baxın, burada K qalığı tapır və onun 2 mislidir. Yəni 2-yə vurmalıyıq. 6-nı 2-yə vuracağıq. Sonra 8-i 2-yə vuracağıq, 3-ü 2-yə vuracağıq və bunların cəmini tapacağıq. Əslində proqramın işi bundan ibarətdir, amma biz açıq şəkildə yazaq. 386 böyükdür sıfırdan deyirəm, hə, K bərabərdir. Qalığı olacaqdır nə? 386-nı ola biləndə qalığımız olur nə? 6. M də bərabərdir. M vuraq. Özür istəyirəm. M bu tam bölmə 10. Sonuncu rəqəmi silir. Olacaq 38. Və S bərabərdir. S-in üzərinə K-nın 2 mislini gələcəm. Olacaq 12. Gedirəm. Növbəti şərtə 38 böyükdür sıfırdan deyirəm, hə, K bərabərdir. 8 olacaqdır. M bərabər olacaqdır 3. S də bərabər olacaqdır. 12-nin üstünə gələcəm. 8-in 2 mislinin 16 bərabər olacaq 28. Nəhayət
3 böyükdür sıfırdan deyirəm, hə, K-m olacaqdır 3, M-im olacaqdır 0, S də bərabərdir 28-in üzərinə gələcəm 6 eləyəcək 34. Və şərtimiz artıq ödənmir, cavabımız 34 edir. Yenə deyirəm, əslində bunu belə uzun yazmağa ehtiyac yox idi. Bayaq dediyim kimi verilmiş rəqəmlər, ədədin rəqəmlərinin iki mislinin cəmi idi. Rahat yolu da budur. Cevabımız C variantı. 59. Klaviaturadan belə bir ədəd daxil edilib, proqramın nəticəsini soruşur N. Deməli, baxsaq görsək ki, biz bunu təbii ki, ədəddirsə biz bunu saymaq üçün sətrə çevirməliyik ki, saya bilək, çünki len ədədlə işləyə bilmir. Görürəm ki, buradakı ədədlərin sayı 3-dən böyükdür. O zaman n bərabərdir. Deyir 1-dən 4-ə kimin? 1-dən 4-ə kimin? 0, 1, 2, 3, 4. Yəni 0, 1, 2, 3, 4. Yəni 7, 8, 9'u alırıq. Çünki 4 özü daxil deyil. Bunun tam tipi 350-dən böyükdür. Deyirəm ki, bəli, n bərabərdir 1-dən 3-ə kimin? Yəni 8, 9'u alırıq. Şərt ödəndiyinə görə və print n olur 89. Cavab D variantı. 60. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-ya 200, 300, 150 sətri ədədə mənimsədilibdir. Siyahısı. Bu siyahıda bu elementlər var. İndi baxırıq. Nə soruşur? A birinci elementim nədir? 300. 300-dən biz kök almalıyıq. 300-dən tam kök çıxmır. Haradasa bu 15-dən böyük ədəd eləyir də. Və o kiçikdirmi? A ikinci elementim 0, 1, 2, 100'dür. 100'dən də biz 3-cü dərəcədən kök alanda bu da təxminən 15-dən təbii ki, kiçik eləyir, ödəmir. Şərt ödənmir və düşürəm elsə. O zaman A birinci elementdən deyir kök almalısan. Yox, daha doğrusu A birinci element bərabər olmalıdır. A üçüncü elementdən kök almalıyıq. A üçüncü elementimiz nədir? 0, 1, 2, 3, 50'dir. 50'dən kök çıxır təxminən 7 tam nə qədərsə, onu da tam hissəsini götürməliyik, yəni tama çevrilməliyik. Burada float alınır, amma biz onu tama çeviririk. Bu da olur 7. Cavabımız B variantı. 61. Deməli, def funksiyasıdır. SS3 ilə müraciət etməliyik. SS3 müraciətimizi edək. Burada D 3'ə bərabərdir. Bunu da yazaq. Deməli, S siyahımızda var 1. İndi mənə deyir ki, Lenis neçədir? 1'dir də. 1 kiçikdir 5'dən. Deyirəm ki, hə. O zaman S siyahısına mən yeni bir element əlavə eləyəcəm. 1'in yanına görə nə əlavə eləyəcək? O zaman 1'dən 1'in çıxıram. Çünki 1 idi bu. 1'dən 1'in çıxıram. Olur nə? 0. S0'ım neçədir? S0'ım burada 1'dir. 1'in üzərinə gələcəm D-nin qiyməti. Yəni 3. Olacaq 4. Siyahım yeniləndi. Gedirəm indi şərti yoxlamağa. Lenis 2 kiçikdir 5'dən. Deyirəm ki, hə. O zaman S-ə yeni bir dəyər əlavə edəcəyik. Nə əlavə edirik? 1, 4. Deməli, siyahını sayıram 2. 2'dən 1'in çıxıram. Olur 1. S1'in üzərinə 3'ü gələcəm. S1'im nədir burada? 4'dür də. 4'ün üzərinə 3'ü gələcəm. Olacaq 7. 7'ni əlavə etdim siyahıya və gedirəm şərti yoxlamağa. Lenis 3'dür siyahımın sayı. 3'dən, daha doğrusu siyahımın elementlərinin sayı 3 kiçikdirmi 5'dən deyirəm. Bəli. S-ə mən yenidən Lenis minus 1. Baxın, bu əslində sonuncu elementin üzərinə D-nin gəlir də. Yəni 7'nin üzərinə mən 3'ü gələcəm. Olacaq nə? 10. 1, 4, 7, 10. Sonra şərti yoxlayıram. 4 kiçikdirmi 5'dən? Deyirəm, hə. O zaman S siyahısına sonuncu elementim nə idi? Bilirsiniz niyə? Mən gedib bu elementi sayanda burada olur 4. 4'dən 1'in çıxıram eləyir S3
və LNS minus bir sonuncu elementdir. Mən bu haqda sinifə danışmışdım. Onun üzərinə 3-ü gələcəm. Yəni məndə olacaq 1, 4, 7, 10, 13. Hər dəfə gedib sayıb üstünə gəlməyə ehtiyac yoxdur. Bu hissə mənə sonuncu elementin özünü verir. Bu siyahıda sonuncu elementim 10 idi. Onun üzərinə də 3-ü gəlirəm, eləyir 13. Və siyahının elementi oldu 5. 5 kiçikdirmi 5-dən? Deyirəm, yox, dövrüm dayandı. Mənim siyahım oldu 1, 4, 7, 10, 13. Baxsaq variantlara, cavabımız olacaq A variantı. Yəni sadəcə olaraq len S minus 1 sonuncu elementdir və onun üzərində D-nin qiymətini gəlir. D isə gördüyümüz kimi proqramın icrası zamanında dəyişmir. Ona görə də onu görmək rahat olur. 62-ci sual nümunəsi. Deməli, baxaq görək. Def funksiyasıdır, həll tələb edir. Deməli, baxıram ki, mənim birbaşa müraciətim var. İ gedəcəkdir, bu qiymətləri alacaqdır və nə zaman happen deyəcək S siyahısına. Definition'dır. Biz S siyahısına əlavə edəcəyimiz qiymətləri tapmalıyıq. F-i tapaq. Mən i-nin, hələ gedək i-ni yazaq. I-nin 11 qiyməti ilə nə alacam F-i? 11-i 1-ə ona böləndə qalığımız olur 1. 1-in üzərinə gələcəm. 11-i ona bölən tam hissəmiz olacaq 1. O da olacaq F2. Əla. İndi gedib F2 ilə müraciət edirəm bura. X-ım nədir? X da bərabərdir 2. Çünki burada X-in üzərinə 1 gəlməliyəm. 2-ni 2-yə böləndə 0-a 20. Bəli, X-in üzərinə 1 gələcəm. Olacaqdır X-imin qiyməti 3. Və mənə deyir ki, sən get həmin siyahıya o 3-ü əlavə elə. S bərabərdir. Olacaqdır 3. Əlavə elədik. İndi gedirəm i-nin 3 qiyməti ilə. Baxın, 3-ü ona böləndə mənə 3-ü verir. Bu 0-ı verir. Olur F3. Yəni birbaşa yazım da F3. F3. X-ın nəyə bərabərdir? 3-ə. 3-ü 2-yə böləndə mən qalığım 0 eləmir, axı tək ədəddir və onun 2 mislini tapacam. Yəni x nə olacaqdır? 6-nı və return x qaytarır, 6-nı qaytaracaqdır və mən gedəcəm S siyahısına 6-nı əlavə eləyəcəm. Nə oldu? S bərabərdir 3, 6. Siyahımı ilə buradan yazım, hər dəfə yazmayaq. Sonra gedirəm i-nin 22 qiyməti ilə. I-nin 22 qiyməti ilə mənim nə olacaq dəyərim? 22-ni ona böləndə qalığım 2, tam hissəmdə 2. Cəmi nə olur? 4. F4 ilə müraciət edirəm. X-ım nədir? 4-dür. Və bu şərt ödəyir də, bəli. Çünki 2-ni 2-yə böləndə qalığım 0-dır və üzərinə 1 gələcəm. Olacaqdır 5 və onu return eləyəcəm. S siyahısına 5 əlavə eləyirəm. Sonra nəhayət 14 qiyməti ilə F-i tapmalıyıq. O zaman F-i tapaq. 14-ü ona böləndə qalığım 4 eləyir. 4-ün üstünə 1 gəlirəm 5 eləyir. F5 ilə müraciətim var. X-ım da 5-ə bərabərdir. 5 2-yə bölünəndə qalıq 0 deyil. Çünki tək ədəddir və bunun 2 mislini tapıram. 10 eləyir. Onu da əlavə edirəm S siyahısına. Edir 10. Məndən sadəcə olaraq nəyə soruşur? Həmin siyahının maksimum elementini soruşur. Bu isə 10 edir. Cavabımız C variantı etmiş olur. C. 63. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq. Deməli, belə bir siyahımız var. Sadəcə olaraq 1, 2, 3, 4, 5, 6, 7 və biz burada 6 i sıfırdan 5-ə kimi qiymət alır. Nəyə diqqət etmək lazımdır? Printə. Çünki print burada i-nin özünü istəyir. Yəni, birbaşa müraciət deyil, indekslə müraciətdir. Proqramın təyinatını demək istəyirəm. Əgər element özündən sonrakı elementdən böyükdürsə, həmin proqramda verilmiş siyahının indeksini çap elə. Yəni, heç bunu addım-addım getməyə ehtiyac yoxdur. Baxıram, görürəm ki, 1-3-dən böyük deyil. Nömrəliyək 0, 1, 2, 3, 4, 5, 6.
Baxıram ki, hansı element növbətidən böyükdür. 3 mənfi 3-dən böyükdür. Deyirəm ki, hə, biri çap eləyəcəm. Çünki iyini istəyirəm. Bir getdi çapa. 2 çapa gedə bilməz. 4 böyükdür 0-dan. Deyirəm, hə, 3 gedəcək çapa. 0 böyükdürmü mənfi 9-dan? Deyirəm ki, hə, 4 gedəcək çapa. Mənfi 9 mənfi 4-dən böyük deyil. Ona görə də artıq dayanacaqdır və 1, 3, 4 çapa gedəcək. Cavabımız A variantı. 64. Deməli, baxaq. Burada insert görürəm. Insert əlavə etməkdir və siyahımız böyüyəcək. Ona görə də biz bunu səliqəli şəkildə yazaq. Deməli, bir siyahımız var və biz onu sort metodu tətbiq etməliyik. Sort isə azdan çoxa düzür. Bu haqda danışmışıq. Həmin siyahını biz azdan çoxa düzək. Olacaq 0, 1, 2, 3, 6, 9. Əla. İndi n də bərabərdir 6-ya. 6-dan 1-in çıxacam 5 və i-nin qiymətləri 1-dən 4-ə kimi olacaq. Yəni i bərabərdir 1, 2, 3, 4. 4 dövrümüz var. Sonunda da reverse bir dəfə icra etməliyəm. Gövdənin daxilində deyil, sərbəstdir. İndi burada A siyahısında biz insert mövqeyinə görə ədədi daxil edəcəyik. Yəni söhbət 5-i daxil etməkdən gedir. 4 dənə biz 5 daxil edəcəyik bu siyahıya. Amma mövqe söhbəti var. Çünki insert əlavə edicə təbii ki, mövqe də dəyişəcəkdir. Çünki siyahı böyüyür axı. İndi i-nin bir qiyməti ilə biz proqramı icra edək. O zaman nə baş verəcəkdir? A siyahısında 1-in üzərinə 1 gələcəm, 2, ikinci yerə 5-i əlavə edəcək. Yəni, baxın, 0, 1, 2, 3, 4, 5. Mənim ikinci yerimdə nə durubdur? 2. 2-nin yerinə 5 əlavə olunacaqdır. 2 sağa doğru hərəkət edəcəkdir. Yəni, A bərabərdir. Olacaq 0, 1, 5, 2, 3, 6, 9. Siyahım böyüdü. İndi gedəcəm i-nin 2 qiymətində 3-cü mövqeyə, yəni 0, 1, 2, 3-cü mövqeyə. Bax, bura 5-i əlavə eləyəcəm. Çünki 3-cü mövqe buradır axı. Mən bura 5-i əlavə eləyəndə gəlir durur. 3-də 2 keçir 4-cü mövqeyə. Düzdürmü? Siyahım olacaq bu. İndi gedirəm i-nin 3 qiymətində 3-ün üstünə 1 gələcəm, 4. 4-cü mövqeyə 5 əlavə edəcəm. Baxın, 0, 1, 2, 3, 4-cü mövqeyə 5 əlavə edəcəm. Buradan yazaq, açıq. A bərabərdir 0, 1, 5, 5, 5. Bura biraz məsafə qoyun. Çünki 5 əlavə edəcəm. Səliqəli olsun. 2, 3, 6, 9. Əla. Siyahımızı yenilədik. İndi gedirəm i-nin 4-cü qiymətində. 4-ün üzərinə 5 gələcəm. 5-ci mövqeyə 5 əlavə edəcəm. 0, 1, 2, 3, 4, 5. 5-ci mövqeyim buradır. 2-nin yerinə bura 5 olacaqdır. 2 bu tərəfdən yazılacaqdır. Və siyahım olacaqdır belə. Çünki 4 dövrüm var idi və yekunlaşdıq. İndi axıra reverse eləyəcəm. Bunun da tərsi olacaqdır. Təbii ki, 9, 6, 3, 2, 5, 5, 5, 5, 1, 0 yazmıram. Bunu artıq cavabımıza baxsaq 64-də variantlara diqqətlə baxsaq bununla bunun nə fərqi var? Xeyr, axırda 0 olmalı. D variantı edir. 64 D. Yazaq bura. 65-ə baxaq. Deməli, klaviaturanın daxil edilmiş n natural ədədi üçün proqram nə çap edər? Təyinatdır. Deməli, burada n bir dənə biz özümüz n-ə 4 daxil edək. Düzdür, 4 daxil elədik. N oldu 5. i-nin hansı qiymətləri olacaqdır? 1, 2, 3, 4. Düzdürmü? Və bu hər dəfə, məsələn, P onsuz da belə deyək də 0-dır. Yəni, mən burada F1-lə müraciət edəcəm def funksiyasına. Və def funksiyasında görək bizdən nə soruşur? Aha, bayaq bu haqda mən danışdım. Bu faktorialın hesablanmasıdır. Yəni,
F1 ilə müraciət edəndə olacaq bu 1 faktorial. Yəni olacaq 1 faktorial. Düzdürmü? Gedirəm i-nin 2 qiyməti ilə müraciət edəsəm, bu olacaq 2 faktorial. Pi 2 faktorial. Sonra 3 faktorial, pi 4 faktorial. Yerimiz kiçik oldu. Yəni bu mən 4 daxil eləmişdim və 4-ə qədər faktorialları cəmlədim. Yəni bu birdən n-ə kimi olan faktorialların cəmini tapır. İndi biz variantlara baxsaq, səhv etmirəmsə burada görürəm ki, parti ilə veribdir. Hasil deyil, n faktorial deyil, natural ədədlərin faktorialları. Xeyr, natural ədədlərin faktoriallarının cəmini tapır. B-də problem buradadır. İxtiyari n sayı natural ədədin faktoriallarının cəmi. İxtiyari olmadı axı, çünki biz birdən n-ə kimi cəmlədik. Bir n parçasında olan natural ədədlərin faktoriallarının cəmini, bəli, cavab E variantıdır. 66. Klaviaturadan ardıcıl olaraq 9-8 elementləri daxil edilərsə, biz proqramı tapmalıyıq. Baxıram, görüm nə soruşur. S-ə 9-u daxil eləməliyəm. S1-ə də 8-i. Və F-nə müraciətim buradandır. S1-ə müraciətim isə buradandır. Və mən bu haqda keçən video izahlarda geniş şəkildə izah vermişəm. Bu, daxil edilmiş ədədi 8-lik say sisteminə çevirir və S burada təbii ki, sətir tipində olacaqdır. Çünki STR K+S var və bu sətir tipində olur. Axırda biz onu tama çevirməliyik, düzdürmü? İndi sadəcə olaraq burada printdə bunların cəmin soruşur. Yəni, məndə burada 9-u 8-lik say sisteminə çevirəndə olur 1-1. Düzdür, sətir tipindən gedir söhbət hələ ki. Olur 1-1. İndi Cm funksiyası isə o 8-i 2-lik say sisteminə çevirməlidir də. Çünki bölək 2-yə bölənə qalıq tapmalıyıq və bir də 2-yə bölənə tam hissə. Təbii ki, bu 2-lik say sisteminə keçiddir. 8-i də 2-lik say sistemində olur 1, 0, 0. Bunlar sətir tipindən gedir söhbət. Və printdə bunların cəmin soruşur. Cəmi də 1, 1, 1, 0, 0, 0 eləyir və dırnaqları yox eləyəcək. Cavabımız elə bu edir. Baxsaq elə cavabımız A variantı. 67. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, bu haqda da danışmışam. Yəni Python izahında var idi. Orada səhv etmirəmsə müsbətlərin sayını soruşurdu. Burada isə mənfilərin sayını soruşur. Həll edək. Bərabərsizlik kimi biz bunu həll etsək, yəni i-nin qiymətlərini tapaq. Sanki ədəd oxun biz belə deyək də tapmalıyıq. Ədəd oxun üzərində müsbət və mənfilərin sayını rahat tapa bilirik. i mənfi 24 olur. Bir də 14 olur. Düzdürmü? İndi ədəd oxun çəkək. Başlanğıc qiymətimiz nədir? Mənfi 30. Mənfi 30-dan əvvəl bir mənfi 24-ümüzü müəyyən eləyək. Tutaq ki, buradır da. Sonra son nöqtəm 19-dur. 20 təbii ki, öz daxil deyil. Bir də ki, i-nin müsbət 14 qiyməti. İndi biz istiqamətlərimizə uyğun olaraq, yəni buradan aralığın hansı müsbətdir, hansı mənfidir, onların sayını tapaq. Və bilirik ki, mənfi 24, 14 qiymətində 0 alacaq. Yəni, bu aydın məsələdir. Gəlin görək hansı hissələr müsbətləri verir. Mənfi 24, mənfi 30 aralığına bir mənfi 25-i götürsək, mənfi 25-in üstünə 24 gələndə bizə mənfi 1 verir. Və mənfinin mənfi ilə bizi cəmləyənə mənfi edir. Yəni, mənfini mənfiyə vuranda müsbət, bu hissə oldu müsbət. Keçək buradan bir qiymət qoyaq. Verək, məsələn, 10. Bura müsbət eləyir, amma bura ondan mənfi 14-ün çıxanda mənfi 4 qalır. Mənfini müsbətə vuranda mənfi. Deməli, bura oldu mənfi. Buradan da bir qiymət qoysaq, 39 vuraq 1. Deməli, burada müsbət. Əla. Aralığımı tapdım ki, mənfi 23, bir də 13 aralığı mənə mənfilərin sayını vermiş olur. Mənfi 24-dən 14 isə 0 nöqtəsidir, onu demirik.
də ümumiyyətlə bu parçadakı ədədlərin sayını tapanda demişdik ki, sonundan başlanğıcı çıxıb üstünə 1 gəlirik. Yəni 13-dən çıxacağım -23-ü, üstünə gələcəm 1. Bu deyəcək 37. Cavabımız 37. Deməli, bu aralıqda 37 dənə mənfi ədəd var. Sadəcə olaraq baxın, A-nın başlanğıc qiyməti 0-dır. Yəni, elə ola bilər ki, aldada bilər, ondan verər. Yəni, hər cür sual tipi sala bilərlər. Cavabımız A variantı. 68. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, baxaq görək. Demək, reverse gövdənin daxilindədir. Deməli, hər zaman yenilənəcək siyahı biz bunu açıq yazacağıq. Sonda deyil ki, bir dəfə yerək. Yəni, həll tələb edir və diqqət də tələb edir. Deməli, A siyahımız var. Baxsaq görək 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə sıfırımız var, düzdürmü? İ'nin qiymətləri 1-dən 5-ə kimidir? Sadəcə olaraq fikir verdik, 10 dənə siyahımız var və bu hər dəfədə bu siyahı yenilənəcəkdir. Diqqət edəcəyimiz məqamlar var. Yenilənmə. İ'nin bir qiymətində mənim nə olacaqdır? Olacaqdır A9-um bərabərdir. Ondan birini çıxanda 9 qalır. 9 da mənfi 9-a vuran deyir, mənfi 81. Deməli, A9-um olacaqdır mənfi 81. İndi siyahıda 0, 1, yəni 10 elementim var idisə, 9-cu mənim sonuncu olacaq da, düzdürmü? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Aha, yəni ki, məndə burada olacaqdı nə? Mənfi 81. Mənfi 81. İndi iş orasındadır ki, o mənfi 81 siyahının artıq yenilənmiş versiyasında sonda isə əvvələ keçəcəkdir. Yəni, siyahını yeniləyirəm. Olur. A bərabərdir. Mənfi 81 və 9 dənə sıfırımızı yazmalıyıq. Çünki 10 dənə sıfır var. Deyəsən saydım, bəli. 0, əla, yazdıq. İndi sonra gedirəm i'nin 2 qiyməti ilə dövrə. Olur nə? A8. Çünki biz, yəni deyirəm, burada hər dəfə icra eləməliyik. Ondan ikisini çıxanda qalır 8-i. A8-imiz yeni qiymət alacaqdır. Olacaqdır, ondan çıxacaq ikisinin qalacaq 8, 8-i də mənfi 8-ə vuranda mənfi 64. İndi A8-imiz mənfi 64 olacaqdır. Yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu olacaq mənfi 64. Baxın, bura olacaq mənfi 64, bura 9. Yəni mən bunu sileyim, yazım mənfi 64. Bura mənfi 64. Mənfi 64. Düzdürmü? İndi baxın, siyahı yenilənəcək. Əslində mən bunu birbaşa 2 siyahı yazıb əvvəlki sonraki versiyasını yaza bilərəm. Prosto birlikdə açıq şəkildə izah etməyə çalışıram. Siyahını yeniləyirəm. Olur nə? 0, mənfi 64, 1, 2, 3, 4, 5, 6, 7 dənə 0 yazaq. Sonra mənfi 81-imizi də yazaq. Əla. İ'nin 3 qiyməti ilə gedirəm dövrə. İ'nin 3 qiymətində olacaq A7-miz bərabər olacaq artıq mənfi 49. İndi A7-miz mənfi 49 olacaqdır. 0, 1, 2, 3, 4, 5, 6, 7. Baxın, bura olacaq mənfi 49. Mənfi 49. Səliqəsiz olmasın biraz. Aha. Sonra siyahını yeniləyirəm. Bu siyahı yenilənir. A bərabərdir olur. Mənfi 81. Revers edirəm. 0, mənfi 49. 5 dənə 0. Sonra mənfi 64. Bu da 0. Sonra gedirəm i'nin 4 qiymətində. Olacaqdır. A, ondan 4-ün çıxıram 6-sı qalır. A6 bərabərdir. Olur mənfi 36 olacaq da. Çünki 6-nı mənfi 6-ya vuranda olur mənfi 36.
Mənfi 36. A6 mənfi 36 olacaqdır. 0, 1, 2, 3, 4, 5, 6. Burada yazaq mənfi 36. Yəni bu hissəyə mənfi 36 yazaq. Mənfi 36. Siyahını təzədən yeniləməliyəm. Olacaq A bərabərdir. Tərsinə yazacağım. 0, mənfi 64, 0, mənfi 36, 0, 0, 0, mənfi 49, 0, mənfi 81. Bu belə. E, İnin nəhayət 5 qiymətində axı ki bitir. İnin 5 qiymətində e, olacaq nə? A5-imiz mənfi 25-ə bərabər olacaqdır. A5-imiz olur mənfi 25-ə. İndi 0, 1, 2, 3, 4, 5. Bu da olsun mənfi 25. Buranı yeniləyirik. Mənfi 25. Və revers eləməliyik. Olacaqdır, daha yazmıram. Mənfi 81, 0. Yəni bu siyahının tərsi mənfi 81, 0, 49, 0. Görək haradadır bu? Bu siyahının tərsi 68-də baxsaq. Deməli bu deyil, bu deyil. Cavab deyəsən, aha, B variantı olmuş olur. Belə. Sadəcə yəni deyirəm, mən əslində iki dənə siyahının bir əvvəlki versiyasını, bir də sonraki versiyasının üzərini dəyişdirib o yenilənmələri nəzərə ala bilərdim. O onun tez versiyasıdır. Amma yəni açıq yazdım ki, daha anlaşılan olsun. Cavabımız 68-də deməli B variantı oldu. Keçək 69-a. Deməli, sətirlər üzərində əməllər deyir. Deməli, Ena Adventure sadəcə olaraq burada count-u nə iş gördüyünü bilməliyik. Count sayırdı, danışmışdıq. Görək neçə dənə E var? 2 dənə E var. Yəni D-miz nə olacaqdı? 2-dən D bərabərdir N 2 2. Len sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a kimi düzdürmü? Yəni bu artıq bizə yeni bir sətr formalaşacaqdır. 2-dən 0, 1, 2 bu olacaq Venturi. Yəni burada yaranacaq Venturi. Sona kimin? Venturi. Belə bir sətr yarandı. T deyir ki, get D-də e, E-nin indeksini tap. 0, 1. Deməli, olacaqdır. T bərabərdir. 1-dən sonra kimin? T, yəni D siyahısında 1-dən sonra kimin elementlərə götürməliyik. Yəni 1-dən sonra kimin? Bu da olacaqla N turi. Yəni burada yazırıq N turi sətri olur. Bunların cəmi Venturi, Enturi olur. Count da, çünki cəmləmə Venturi, Enturi olur. Count saymaqdır. N-lərə saysaq 2 dənə N var. Və bunların birləşmələrin sayın vurmalıyıq K-yə. K-nı da 2 yazaq. Bunlar birləşənə görə neçə dənə hərf olur? 1, 2, 3, 4, 5, 6, 7. Burada 6 olur, 13. 13-ü də vururam 2 eləyir 26. Var mı? Cavab D variantı. Find yenə də belə deyək, E-də tapdı. E 1 idi də. Ona görə birdən sonra kimin götürdü elementləri. Sonra keçək 70-ci sual nümunəsinə. Deməli, deyəsən yenə də eyni tipdir. Max isə minimum. Deməli, nə edirik? Bayaq bunun dedim detallı şəkildə Max'ı biz minimumdan əvəz eləməliyik. Baxıram ki, siyahının birinci elementi 8-dir və 8 elə ən böyük qiymətdir. 8-i nə edəcəm? 2 ilə əvəz edəcəm. Çünki 2 də ən kiçikdir. Burada oldu 2. 2 olduğu kimi qalır. 8 olur 2. 3 ilə işim yoxdur. Çünki 3 ümumiyyətlə siyahının ən böyük elementi deyil. Baxıram, görürəm 7 də gəlir. 7-dən sonra 8 var. Ona görə 7-də dəyişilmir. Amma 8 ən kiçik elementlə əvəz olunur. Düzdür? Və 5 siyahının böyük elementi, xeyr, 2 də siyahının böyük elementi deyil. Olur 2, 2, 2, 3, 7, 2, 5, 2. Baxsaq görək, cavabımız 70-də D variantı edir. 71. Aha.
Bayaqki tipdəndir. Yenə də burada iki dənə qiymətin soruşur. Nə olsun ki, i1-dən 5-ə kimi qiymət alır. Bizə lazımdır A1 ilə A4-lərin cəmi. A1-i tapaq. A1-ci elementim 2-dir. İndi nə edirik? Bu olur nə? 1-i vururam 2-yə, olur 2. 2-ni biz böləcəyik. A1-ci elementin kvadratı. 4-də bu da eləyir 0,5. Əla. Sonra gedirəm 4 tapacam. Bu 0, 1, 2, 3, 4. Dördüncü elementim 5'ti, düzdürmü? İndi 4'ü vururam 5'e 20. Çünki 4-cü i'nin 4 qiymətini qoydum axı bura. 4 kere 5'in eləyir 20. 20'ni böləcəm. Nəyə? A4'ün kvadratına. A4'ün də kvadratı bizə 25 eləyir də. Bu da mənə neçəni verir? Deməli, bu da 5'də 4. Düzdürmü? Bu da 0,8'i verir. Və bunların da biz cəmini tapmalıyıq. 0,5'in üstünə 0,8, 1,4. Cavab elə E variantı. 72. Ə, proqram nəyi hesablayır? Baxaq. Ə, baxaq görə bizdə i deməli hər dəfə gedəcək 1-dən 5-ə kimi qiymət alacaq. Aha, eyni sual tipidir. Yəni bayaq biz bu haqda danışdıq. İ'nin qiymətləri hansıdır? 1-dən 5-ə kimi, düzdürmü? Və hər dəfə də h 1 qiymətində, 2 qiymətində, 3 qiymətində, 4, 5 qiymətində gedəcək. Burada faktoriyalı hesablayacaq. Yəni 1 faktorial plus 2 faktorial plus 3 faktorial plus 4 faktorial plus 5 faktorial. İndi bu ixtiyari olmayacaq. Bir dəqiqə variantlara baxaq. Daha dolğun. İlk 5 natural ədədin faktorialları cəmini tapacaq. Hasil deyə əslində biz bunu götürə bilmirik. 6 faktorial ədədin faktorial deyil. İlk 6 natural. Xeyr, ilk 6 natural deyil. Bu 5 olardı. İlk 5 ixtiyari deyil axı biz 1-dən 5-ə kimi davam edik. İlk 5 natural ədədin faktorialları cavabımız olacaq E variantı. 73. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Hı -hı. Baxaq. Biz bunu siyahıya çevirməliyik. Saymalıyıq. Sadəcə olaraq burada görəcəyim bir əsas iş nədir? Bu tək ədədi tapır. Tək ədəd ödənilirsə, get həmin ədədi oradan sil. Yəni, əslində mən bunu geniş şəkildə yazmaram. Nəyə görə yazmaram? Səbəb nədir? Məndə şərt verib ki, əgər sənin ədədin 2-yə böləndə qalığı 1-ə bərabərdirsə, həmin elementi o siyahıdan sil. Mənim siyahım nədir? Gəlin siyahımızı yaradaq. 1, 2, 5, 4, bunu da yazaq sətirdə, 8, bir də 3. Əla. Bu mənim siyahımdır. Və sayıram 1, 2, 3, 4, 5, 6, 6 saydım, oldu K5. Düzdürmü? Yəni 5 böyük bərabər 0-a kimi biz bunu davam eləməliyik. Yəni bütün elementləri saymalıyıq da, belə deyək. Daha doğrusu bütün elementləri yerinə qoyub icra eləməliyik. Amma şərtim mənə nə deyir? Deyir ki, sən burada hansı elementləri silməlisən? Baxın, 1-i silməliyəm, 5-i silməliyəm, bir də silməliyəm 3-ü. Səbəb odur ki, əgər 1-i biz 2-yə böləndə qalığımız 1-ə bərabərdir, deyirəm ki, bəli, get həmin o K. Yəni, mən K-nın hansı elementi ilə getmişəm? Birinci düzdür. Burada 5 ilə gedirəm, gedib 5-ini siləcəm. 8-i toxunmayacam, 4-ə toxunmayacam. Bunu siləcəm, bir də bunu siləcəm də. Yəni, tək elementləri silməliyəm. O zaman siləndə mənim yerdən hansı qiymətlərim qalır? Siyahımda 2, 4, 8. Düzdürmü? Yəni siyahım 2, 4 olur 8. Düzdür? Və join də siyahını sətrə çevirən metoddur. Olur. Cavabımız 248. Belə. B variantı. 74.
Klaviaturadan 4 ədədə daxil edilərsə, Python dilində yazılmış proqramın icrası nəticəsi nə olar? Deməli, yenə də biz eyni tip sualdır, 4 daxil eləməliyik, F ilə müraciət eləməliyik. Yəni, və X-da 4 özü daxildir, çünki kiçik bərabərdir. Sonunda 4'ü alacaqdır. Onun faktorialı S, yəni 1 vuraq 2 vuraq 3 vuraq 4. Bu da 4 faktorial eləyir 24. Cavabımız C variantı. 75. Deməli, i-nin qiymətləri 1, 2, 3, 4, 5. Əla. Və CI, yəni C 1 alacaq. Düzdürmü? Bu gedəcəkdir, müraciət eləyəcəkdir bura. Yəni, i-nin bura gələcəm, 1'in üstünə 1 olur 2. i-nin qiymətləri burada düzdür, i 1, 2 olur, amma 2 götürülmür, i-nin qiyməti olur 1. Yalnız və yalnız i-nin bir dənə qiyməti var. Yəni, dövr sayı bir dənə olacaq. Print i-ni deyir ki, çap elə. Yəni, 1'i çap elədim, dövr sayım bitdi də. Gedirəm təzdən i-nin 2 qiyməti ilə. 2 qiyməti ilə müraciətim var bura. Yəni ki, baxın, def funksiyasına. Olacaqdır, 3 olacaqdır bu. Yəni, i hansı qiymətlər alacaqdır? 1, 2'ni alacaqdır. Və 2 dövrüm var. Düzdürmü? 1'i çap eləyəcək və arxasıcan 2'ni çap eləyəcəkdir. Olacaqdır 1, 2. 1, 2. Yenidən i-nin 3 qiyməti ilə 3 qiyməti ilə müraciət edirəm. Bu olacaq 4. 4 olacaqdır. i 1'i, 2'ni, 3'ü çap eləyəcəkdir. Hər dəfə yəni i-nin qiymətlərini çap eləyir də burada. Lakonik olaraq belə desək. Sonra i-nin 4 qiyməti ilə i-nin 4 qiyməti düzdür buradadır, amma biz 4'ün üzərinə burada 1'i gəlirik deyə bu olur 5. i 5'i götürmür. Yəni i-nin burada 4 dənə qiyməti olur. Print dövrün gövdəsindədir və o 4 dövründə i'lər çap olunacaq. 1, 2, 3, 4. Nəhayət i-nin 5 qiymətində də olacaq i, yəni 5 qiymətində 1'i, 2'ni, 3'ü, 4'ü, 5'i çap etmiş olur. Cevabımız olur A variantı. Burada 6'nı özün götürüblər. Keçək növbəti suala. Sonra 76-cı sual nümunəsi ilə davam edək. Baxaq görək nə deyir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Aha, bayaqki sual tipidir. Yenə də bayaqki kimi nə iş gördüyün bilməliyik. Deməli, biz burada baxsaq, informatika sözü var. C-də FRMA hərfləridir. İndi mənə deyir ki, yəni ki, C-də olmayan hərflər, onların cəmini tapmalıyıq. Yəni, C sətrində olmayan biz hərfləri ekrandan çıxarmalıyıq. Çünki fayt bərabərdir -1 deyir ki, yoxdursa. İndi baxıram ki, informatika sözündə hansı hərflərdir ki, burada C sətrində yoxdur. Baxsaq burada, deməli, I, düzdürmü? N, İ, N, O, İ, N, O, sonra nə qaldı? T, İ, K. İnotik belə bir şey alındı. Cavabımız da 76'da baxsaq. Yəni, bayaqların biz dedik ki, bu proqramın təyinatı nədir? -1, ümumiyyətlə axtardığımız element yoxdursa, o -1 olur. 77. Görək nədir? İç-içə ifdir. Yox, iç-içə yox, üzrüm 6 ifdir. Bütün iflər yoxlanmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9'a kimin getməliyik? Görək nədir burada? Deməli, biz burada baxsaq, elementin özü 2'yə bölünməlidir. Eyni zamanda həmin i, yəni indeksdə tək olmalıdır.
Yəni əslində deyir ki, tək mövqedə yerləşən cütlərin sayını tapmalıyıq da biz. Cüt ədədlərin sayını tapmalıyıq. Birinci ifdə. İndi baxaq. Yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Əla. S-ləri tapmaq üçün bayaq dedim ki, elementin özü cüt olmalıdır, amma tək mövqedə yerləşməlidir. Tək mövqedə yerləşən cüt element hansılardır? Biri 4-dür, biri 4-dür. Bir dəqiqə, bir dəqiqə. Deməli, tək mövqedə. Bir də bu 6-dır, düzdürmü? Çünki digərlərində, deməli mənim S-imin sayı nə oldu? 2 oldu. S-imin sayı oldu 2. Onsa 6-6 if deyəm, bunu mən o biri ifinə də baxacam. İndi növbəti ifdə nə baş veribdir? Deyir ki, o biri ifdə də sənin e, i-nin qiyməti cüt olmalı. Yəni cüt mövqedə tək ədəd olmalıdır. İndi baxıram, cüt mövqedə tək ədədim. Cüt mövqedə tək ədədim. Baxsaq, cüt mövqedə tək ədədim. Biri 5-dir, düzdürmü? Biri də 7-dir. 5 ilə 7-nin cəmi olur 12. 2, 12. 12 varmı cavab? Cavab A variantı. Rahat. Yəni nömrələyib qısa və konkret onu o cür rahat tapmaq olur. Deməli, bizdə burada nə veribdi? Eyni tip yenə sual, eyni tiplərdən də bayaqların bu haqda danışdıq. Deməli, 1 olanda 0 ilə əvəz edilməlidir, 0 olanda 1 ilə əvəz edilməlidir. Əks halda isə biz həmin elementləri silməliyik. Yəni konkret olaraq bu proqramın təyinatı bundan ibarətdir. İndi mən baxıram variantlara. Məndə A olmaz, B olmaz, E olmaz. İndi baxaq. Biri mən 0 ilə əvəz eləməliyəm. Çünki deyir ki, sənin A0-ın 1-ə bərabərdir. Deyirəm, bəli. Deyir, onu 0 ilə əvəz elə. Bu oldu 0. Sonra bunlar 1 olacaqdır. Yəni olacaq 0, 1, 1, 0, 0, 0, 1, 0, 0, 1. Çünki digər elementlər onsuz da mən burada boş sətirin əvəz eləyirəm. Axırda join həmin o siyahını boş sətirdən birləşdirir, sətrə çevirir. Yəni mənim yerdə olan qiymətlərim 0 və 1-lərdən ibarət olur. Cavabımız olur D variantı. Qısa və konkret olaraq yolu budur. Keçək 79-cu sual nümunəsinə. Baxaq görək, burada həlli mümkündürmü? Deməli, mənfi, yox, biraz deyəsən, izah tələb edəcək. Baxsaq, görək nə istəyir bizdən. Python dilində yazılmış proqramı müəyyən edin. T-imizin qiymətləri, maşallah, mənfi 7-dən 10-a kimi gedəcək, yəni 9-a kimi. T-nin qiymətləri bərabərdir mənfi 7-dən ta ki, çünki B-nin üstünə biz 10 eləyir, yəni 9-a kimi getməliyik də, düzdürmü? Təbii ki, indi bu qədər yol həll tələb eləməz. Yəqin ki, içində bir tez bir həll var. Məndə F-də kiçikdirmi R-dən? İndi mən R-imi tapmalıyam. Gedək R-i tapaq. R nədir? R bərabərdir. F-aya müraciət eləməliyik. Amma A-nın qiyməti mənfi 7-dir də. Yəni mən R-imdə olacaq F, A-nın qiyməti mənfi 7-dir. Mənfi 7 ilə biz gedək R-imizi tapaq. 2 vuraq. Burada aydın məsələdir ki, bu 49 eləyəcəkdir. Açıq yazaqlar 49 çıxar. Çünki 7-ni 7-yə vuranda 49 eləyir. Yəni mənfi 7-də də düzdür müsbət eləyəcəkdir bu. Minus 64. Bir də bunun kvadratı +17. Əla. Deməli 49-dan biz çıxırıq 64-ün eləyir mənfi 15. Mənfi 15-in kvadratı eləyir 225. 225-i 2-yə vuruq 450. 450-nin üstünə 17 gəlirik. 467. Ümidvaram düz tapdım. Belə. R-i tapdıq 467. R-imiz budur. İndi baxın.
Əslində yolun nədən ibarətdir buradan? Mən hər dəfə onsuz da burada yalnız və yalnız şərt ödəndə dəyişəcəkdir. Yəni mən gedib burada t-nin -7 qiyməti ilə bura müraciət edəsəm, onsuz da gedib yenə 467-ni alacam. Bu aydın məsələdir. Mənim şərtimə hə deyə bilməyəcəm. M t-yə bərabər ola bilməyəcək. İndi gedirəm t-nin -6 qiyməti ilə e, proqramı icra etsəm. Olacaqdır. İndi F6-nı tapmalıyam da mən. F6-nı tapmalıyam. Daha doğrusu -6-nı. E, Bura müraciət edəndə e, -6-nı -6-ya vuranda edir 36 və mən 36-dan -64-ü bir deyişdə çıxıb onu kvadrata yüksəltsəm, bu ədəd böyük ədəd olacaqdır 467-dən. Çünki burada belə deyişdə bu ədəd azaldıqca, bu dəyər, bunun kvadratın dəyəri çox böyük olacaqdır. Yəqin ki, nə demək istədiyim aydındır. Çünki 36-dan 64-ün biz çıxacağıq. Onun kvadratı bu ədədindən böyük ədəd edəcək. Yəni mən bu dövrü icra edə bilməyəcəm. Ta ki, hansı ədədə kimi? Bu aralıqda verilmiş 8-ə kimi. Çünki yenə də deyirəm, -7-də gördüyü kimi ödənmədi, -6-da ödənməyəcək, -5-də ödənməyəcəkdir. Yəni bu ədədin çıxanda, çünki burada bu ədəd e, bunun kvadratı getdikcə azalır axı. Düzdürmü? Bunu bundan çıxanda kvadratı bundan böyük ədəd eləyəcəkdir. Mən amma və lakin bir dənə 8-də bu şərti ödəyəcək bir qiymət ala biləcəm. İndi gedib yoxlasaq, F8 qiyməti qoyuruq yerinə. F8-i hesablayaq. 2 vuraq. 8-i 8-ə vururam, nə eləyir? 64. Açıq yazacağım. 64 minus 64-ün kvadratı plus 17. Bu da mənə verirmi elə 17-ni? Çünki 0 eləyəcək də. İndi M deyir ki, sən T-yə bərabərsən. Mənim T-im nə idi? 8 idi. M gedir 8-i alır. R də bərabər olur 17-yə. Sonra gedirəm T-nin 9 qiymətini qoysam. Hələ bu 9-u da hesablayaq. 2 vuraq. Baxın, mən 9-u vururam. Daha doğrusu 9 daxil demir. Aha, 9 daxildir. İndi 9-u vururam 9-a. Olur 81. 81 çıxar 64. 64. Bunun kvadratı plus 17. İndi mənim bu şərtim R-dən kiçik olmayacaq axı. Çünki 81-dən 64-ün çıxıb, onu kvadrata yüksəlt və 2-yə vur, plus 17, bu mənim bu şərtimi ödəməyəcək. Çünki FD-ni R-lə müqayisə etməliyəm. R yeni bir qiymət aldı. Şərt ödənir, ödənmir. Yəni mənim M-in son qiyməti 8-dir, R isə 17-dir və bunların priritdə cəmini soruşur. 17 plus 18, üzr istəyirəm, 8, 25 edir. Cavablarımızda baxsa, cavabımız D variantı. Çox gözəl bir sual nümunəsi idi. Həqiqətən cavabımız D variantı. Sadəcə orada o qanuna uyğunluğu görmək lazım idi. Sonra keçək növbəti suala. Dəyişim. Görək nə istəyir bizdən. Baxaq, baxaq, baxaq. Çox uzun bir həll görək tələb edirmi? İndeks. Əslində bu nə iş görür? Proqram çalışıb oxumaq lazımdır. Yəni bu qədər siyahını bir-biri həll eləməyə ehtiyac yoxdur. Yəni bu tiplərdən öncəki video izahlarda mən demişəm. Yəni məqsəd bilirsiz nədən ibarətdir? Bu hissəni biləndən sonra rahat olur. Nəyi tapmaq ki, görəsən bu proqram bizdən nə soruşur, nə istəyir. Və burada indeks bilmək lazımdır. İndeks bilirsiz nədir? Yəni danışmışıq, həmin lazım olan, məsələn, burada maksı soruşur gördüyüm qədərilə, maks ədədin indeksini soruşur. Yəni mən burada bu proqramda maks ədədi tapmalıyam. Amma necə maks ədədi tapmalıyam? İndi gəlin, bir deyək də, 345 ilə mən gedəndə, bu 345 burada nə iş görür? Bu daxil edilmiş ədədin rəqəmlərinin cəmini soruşur bu proqramda. Yəni doğrudan gedib bir dənəsini həll edəsən, 345 bölü 0-dan k nəyə bərabər olacaqdır? 5-ə.
i olacaqdı 34. Düzdürmü? S bərabər S-in üstünə k gələcəm. Yəni olacaq 5. 34-ü müqayisə edəcəm. Yenidən bunu 4-ü gələcəm üstünə, sonra 3-ü gələcəm üstünə, düzdürmü? Yəni bu olacaq 12. İndi məndə burada rəqəmlərinin cəmi nədir? 12-dir. Gedib o birinin rəqəmlərinin cəmini tapıram. Yəni burada 12 elədik. Burada neçə eləyəcəkdir? 17, burada 10, burada deməli 8, burada neçə eləyirdi? 18 və burada da deməli neçə eləyir? 4, 17. Düzdürmü? Məndə ən böyük rəqəmlərinin cəmi ən böyük ədəd hansıdır? 567 idi. İndi məndən onsuz da ən böyüyü soruşur ki, hansıdır? Cavabımız olacaqdır 567. A variantı. Çünki print AF elementin özünü istəyir. Element indeksini soruşsa razıyam ki, gedib indeks gedərik. 0, 1, 2, 3, 4 gedərik çapa. Amma burada elementin özünü soruşur axı. Ona görə də cavabımız olacaq A variantı. 81. Python dilində yazılmış proqramı nəticəsini müəyyən edin. Gəlin bunu, çünki görürüm bir də müraciət var. Elə ikisini bir izah edək. Deməli, burada baxıram ki, def funksiyasıdır. Sadəcə baxın, bunu tapmaq lazımdır. Bir də bunu tapmaq lazımdır. Bir də gedib müraciət etmək lazımdır. Preyə müraciət edəcək 2, 4, 5 ilə. Yəni mənə deyir ki, get sən x-in üstünə y gəl, 2-nin üstünə 4 gələcəm, 6-nı vuracam 5-ə. Bu eləyəcək 30. Buraya yazıram 30. Düzdürmü? 30-u tapdıq. Rest tapaq. X minus y 3 eləyir. Yenidən mənim preyə, çünki önündə predir. Yəni məndə pre, müraciətim nə olacaqdır? 30, 3, 3. Əla. İndi baxın, resə yox, bura müraciətim var. Adına müraciət edir də. X plus y. Neçə yer? 33, 33 də vuruq 3-ə eləyir 99, cavab A variantı. Sonra yenidən eyni F-ə baxın, öz adına müraciət eləməliyəm. Çünki bu F104-ün öz adına müraciət eləməliyəm burada. F-in öz adına müraciət edirik. F2 budur, F budur. İndi A böyükdürmü B-dən? 1 böyükdür 0-dan deyirəm hə və C böyükdürmü B-dən? Dedim hə. O zaman deyir ki, baxaq görək, bir də baxaq, ödəndi. Bəli, bunların cəmini tapmalıyam 5. Deməli, mənim F2-m nə oldu? F2-m 4, 5, 7. Əla. İndi F2-yə tapanda F2-nin öz adına müraciət edəcəm. B vuraq C, 7 kərə 5-in 35-in üstünə 4 gələcəm, 39 cavab eləyəcək. Cavabımız D variantı. Bura A yazaq, bura D yazaq. 83, 84 birlikdə izah verək. Deməli, baxaq. Yenə də bir def funksiyası var. i-nin qiymətləri i bərabərdir 1, 2, 3, 4. Əla. İndi sadəcə bu həmin ədədləri biz müraciət edəcəyik. 1, 1, 2 mislin və üstünə üst gələcək. Yəni f-a-nı, yəni belə deyək də f1 ilə müraciət edəsək, o zaman nə olacaqdır? Elə birbaşa yazsaq, heç belə yazmayaq. Belə yazmayaq. Bu düzgün deyil. Belə yazmaq. Y bərabərdir. Mənim x-im 1-dir də, düzdürmü? Yerinə qoyuram. Olur 2 misli. Yəni 2 bir 103. Oldu 5. Düzdürmü? Və sonra yenidən müraciət edəcəm 2 ilə. 2-ni vuracam 2-yə 4. 4-ün üstünə 3 gələcəm. Olacaq 7. Birbaşa yazıram. Üstə gələk. Sonra F3-nə müraciət edəcəm. Axı, hər dəfə F gedir i-nin qiymətlərini, daha doğrusu A-nın qiymətlərini alır axı. Sonra gedirəm 3-ü. 3-ü vuram 2-yə 6. 6-nın üstünə 3 gəlirəm, eləyir 9 və plus. Sonra F4 ilə müraciət edəcəm. 4-ü vuracam 2-yə 8. 8-in üstünə 3 gələcəm, eləyəcəkdir 11. Bunların da cəmi 20, 27,
Deməli 30 getmiş olur. Cavabımız E variantı. Sonra 84. 84-də deməli sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8. 20 sıfırdan 7-yə kimi qiymət alacaq. Bu İndi görək şərtdə nə soruşur? Alt-alta iflərdir. Yenə də biz bayaqlarım bu tip haqqında danışdıq. İndi mənə deyir ki, sənin elementin tək mövqedə dursun. Tək mövqedə dursun. Yəni ki, i-nin qiymətinə baxın. İndeksi tək olsun və eyni zamanda həmin element özü tək olsun. Onların sayını tapmalıyıq. Nömrələsək 0, 1, 2, 3, 4, 5, 6, 7. Düzdürmü? Belə. İndi baxırıq. İ tək olsun və elementin özü də tək olsun. Deməli, bu 5-dir, bu 7-dir, bu da 3-dür. Düzdürmü? 3 dənə seyim var. Seyini tapdım ki 3. Bəs görək, indi bu o bir if nə deyir? Deyir ki, həmin ədəd 3-ə bölünsün və eyni zamanda cüt mövqedə yerləşsin. Deməli, cüt mövqedə yerləşən 3-ə bölünən ədədlərin cəmini tapmalıyıq. Baxaq, cüt mövqedə. Bu deyil, 6. Baxın, cüt mövqedə. Bu 6, biri 6-dır. Biri, deməli, cüt mövqedə yerləşir. 3-ə bölünür, 9-dur. Digərləri amma bölünmür. Deməli, cavabımız olacaq bunların cəmi 6-nın üstünə 9, 15. 3, 15. P, daha doğrusu S də 15. Varmı cavab? Cavabımız D variantı. Buraya yazaq E, D. Sonra 85-ci sual nümunəsi. Aha. Deməli, biz burada print i-ni tapmalıyıq. 0, 1, 2, 3, 4, 5, 6. Düzmü nömrələdik? 0, 1, 2, 3, 4, 5, 6. Deyirəm axı 7. İndi bunu nömrələdik və sıfırdan kiçik elementlərin indekslərin biz çapa verməliyik. Burada hansılar mənfi ədədləri tapmalıyıq? Bu mənfi, bu 1-dir, bu 5-dir, bu da 7-dir. 1, 5, 7 cavabımız A variantı rahat sual tipidir. Sadəcə diqqət etmək lazım ki, i-ni soruşur və print də gövdənin daxilindədir. Hər dəfə şərt ödənəndə icra olunur. Keçək 86-cı sual nümunəsinə. Görək nə istəyir bizdən. Deməli, bir siyahımız var, birbaşa müraciətdir. Əgər şərt verilibsə, sənin o new i sıfırdan fərqlidirsə, ədəd i-dən, yəni ədədin özündən nəyə çıxmalıyıq? Bu şərtləri ödənməlidir ki, biz həmin qiyməti çıxaq. Gəlin bir addım gedək görək bizdən nə soruşur. Deməli, baxaq. Və B siyahısına daha doğrusu biz onu əlavə etməliyik. Gedirəm, buradan qiymət alıram. Biz n new verilibdir. Adı deməli 136 ilə müraciət eləyəcəyik. Və bu bizə nəyi verir? Bunu demək istəyirəm. Ədədin üzərində, daha doğrusu qalığından böləndə biz 136-nı ona bölənə qalığım neçə eləyir? 6 eləyir. 6-nın üzərinə gələcəm. Ədədin 100-ə bölünməsindən qalınan tam hissəni 1. Yəni, ədədin son rəqəmin üzərinə ilk rəqəmin gəldim. Bu elədir 7. Əla. İndi 7 böyükdürmü? Sıfırdan şərtim var hələ. Deyir, üzr istəyirəm, 7 böyükdürmü 5-dən? Deyirəm, hə. Və tək ədəddirmi? Bəli. Bəli. O zaman deyir, niyonu qaytar. Baxaq görək, heç nə səhv eləmədik. 6-nın üzərinə biz 136, 1, bəli. O zaman niyonu qaytar. Niyonu qaytardıq. 7-ni qaytardıq. Qaytarıram. Çünki
belə deyək də, sıfır olmadı axı, biz sıfırı almadıq. Burada mənə deyir ki, sıfırdan fərqlidirmi? Dedim ki, hə, şərt ödəndi. Mən B siyahısına bir icazə aldım ki, gedib onu əlavə eləməyə. İndi bəs B siyahısına mən nə əlavə eləyə biləcəm? B bərabərdir B siyahısına. İ-dən çıxacam. Yəni mən 136-dan çıxacam, aldığım, o qaytardığım qiymətinə 7-ni. Olacaq 129. Əla. Bildim artıq nə iş görür proqram. İndi mən proqram nə iş gördüyün, həmin ədədin birinci və sonuncu rəqəmləri 5-dən böyük olmalıdır və eyni zamanda o tək ədəd olmalıdır. Görək bu hansı ədədlərdir? 7-nin üstündəki gəlirəm 9 eləyir, şərt ödənir. 712-dən çıxacam 9-u, olacaqdı 703. Növbəti dedim 703-dür. Görün nə rahat oldu. Keçirəm növbəti. 2-nin üstünə 9 gəlirəm 11. 11 böyükdür doğrudan da və mən şərtim ödənir. 279-dan 11-i çıxıram. Nə qalır? Deməli olur 268. 268 əlavə edirəm. Sonra gedirəm növbətə dedimə. 321. Baxın, ilk dənə sonun rəqəmin cəmi mənə 4 verdi. Avtomatik olaraq 4 bildim ki, ödənməyəcəkdir. Çünki 4-ü 2-yə böləndə biz heç 4 də 5-dən böyük deyil axı. Bunu əlavə edə bilməyəcəm. İndi baxıram. 459-u 9 eləyir. 9 böyükdür. Bəli. Biz 459-dan çıxacağıq 13-ü. Olacaq necə? 446. Nəhayət sonuncu ədədim onsuz da cüt ədəd eləyir. Şərt ödənmir. Mənim siyahım elə bu oldu. Cavab varmı? Baxsaq cavabımız C variantı. Bir dənə yolun gedəndən sonra bilmək olur ki, proqram nə iş görür. Cavab C variantı olmuş oldu. Sonra növbəti suala baxaq. Bizdən nə soruşur? Deməli, baxsaq burada i kiçikdir 16 olmalıdır və eyni zamanda element özü 5-dən böyük olmalıdır. İndi 5-dən böyük, 16-dan kiçik və 5-dən böyüklərin sayını tapmalıyıq da. Hansılardır? 1, budur. 2, 3, 4, 5 və salam. Cavabımız 5 olacaqdır. Çox rahat. Sonra 88-ci sual nümunəsi def funksiyasıdır. Deməli, biz t-yə qiymətləri qoyaq. 2 ilə 4 ilə müraciətimiz var. Çünki k-nın yerinə 2-ni qoyduq, d-nin yerinə 4-ü qoyduq. Düzdürmü? Yəni, olacaqdır f 2, 4. Əla. S bərabərdə a-nın üstünə b gələcək. Çünki a 2-də artıq, b də 4, 6. A böyükdürmü b-dən? Şərt ödənmədi. Çünki 2 4-dən böyük deyil. Düşdüm elsə. S bərabərdir. S-i vuracam B-yə. 6 idi. 6-nı vururam B-nin qiymətinə. Olur 24. 24. Və sonra nə deyir? Bunu unutmayaq. Çünki deyir ki, 24-ün üstünə 5 gəl, sonra S-i qaytar. Bu deyir 29 və 29-u da biz bu ifadəyə qaytarırıq. 29 da çapa gedir. Sonra 89. Dövrün gövdəsi neçə dəfə yerinə yetirirlər? Deməli, for i indi birbaşa müraciətdir. Görürük ki, bizdə i'miz 1, 5 alacaqdır, bir də 3 alacaqdır. Yəni, 2 dənə dövrümüz var. Cəmi 2 dənə dövr yerinə yetiriləcəkdir. 90-cı sual nümunəsi. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edək. Deməli, A-nın qiyməti 3-dür, 5-dir, birbaşa müraciətdir. Şərtimiz nədir? Deyir ki, sənin o K-n 3-ə böləndə 0-dan fərqlidirsə, yəni K-nın gedəcən birinci qiyməti nə olacaqdır? 3. Düzdürmü? 3 3-dən 3-3-ə böləndə 0-dan fərqli deyil axı. Şərtim icra olunmayacaq. Gedirəm mən K-nın sonra 5 qiymətini yerinə qoyuram. 5-i 3-ə böləndə qalığımız 2 olur. 2 0-dır fərqlidən. S bərabərdir. 3-ün üzərinə gələcəm. 3-ü vuracam. K-dan çıxacam nəyi? 1-i. K olur nə? 4 və biz də 3-ü vuruq 4-ə 12. 12-nin üstünə 3 gəlirik, eləyirik 15. Cavabımız olur 15. İzlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Növbəti video izahlarda görüşmək ümidi ilə özünüzdən müğayət olun. Sağ olun.